Uca zirvələrdən baxanda kəndin yuxarı hissəsində olan meşəlik göz oxşuyur. Bura payız meşəsidir. Payız meşəsinin ümumi ərazisi 5 hektara yaxındır. Burada yaşı bilinməyən qoz ağacları, ərik, alma, şaftalı, alça, qızıl armuda rast gəlmək mümkündür. Elə ki, havalar isindi, hər gün onlarla insan bu sərin güşəyə gələrək istirahət edir, bu yerdə çağlayan təbiət çeşməsi buz bulağın suyundan içir, meyvələrindən dadırlar. Amma bir məqamı diqqətə çəkək ki, bu bağı qoruyub saxlayan, min bir əziyyətlə ərsiyə gətirən insanlar var. Belə insanlardan biri 90 yaşlı Sabir babadır. O ömrünün bu çağında da gümrahdır. Onu sağlam, gümrah edənsə, ömrünü daim yaşıllıqlar əhatəsində keçirmək, zəhmətə, torpağa bağlı olmasıdır. Buranı mən necə bir yadigar kimi saxlamışım. Özü evlatlarım, uşaqlarım, ailələrim hamısı kömək edir. Bu ağaçları, görkən ağaçları hamısı mən əkmişəm. Tingələri, bir o cavizləri babalarım tikir. 200 il bundan qabaq. Mənim babam tikir, Qurban babam. Babam, atamın atası. 4 baba dəyişir bura, meşə. 4 baba, 5-ciyəm mən. Mənim varım, dövlətim bura, qazancım buradır. Bakıdan, Türkiyədən, 7 para şəhər kəndlərindən, hamısından gəlirlər burada, yeyirlər, içirlər, istirahət edirlər, gedirlər. Ataların gözəl bir məsəli var. Bağa bax, üzüm olsun, yeməyə üzün olsun. Bugün Sabir babanın övladları, nəvələri onun əməyə, zəhmətə bağlı olan yolunu davam etdirirlər. Bu ərazidə ting əkib, yeni bağ ərsəyə gətirirlər. Bununla da payız meşəsi getdikcə genişlənir, yaşıl libası daha da artır. Kəndin ərazisində 4 böyük göl var. Əraziyə xüsusi gözəllik verən gölün suyu xəfif küləyin təsiri ilə ləpələnir. Bu mənzərə insana zövq verir. Bura gəlməklə siz həm yaxşıca istirahət edə, həm də həvəskar balıqçılarla tanış ola bilərsiniz. Balıqçılar həm ziyarət, həm ticarət deyərək vaxtlarının bir hissəsini gözəl təbiət və göl qırağında keçirirlər. Bu işdən mənəvi zövq alanlar da var. Deyirlər ki, balıq tuta bilmək üçün insanda səbir lazımdır.